Aylin, Melinay və Musanın bağça günü. Müəllif Səbilə Dəniz. Aylin, Melinay və Musa hər səhər birlikdə bağçaya gedirdilər. Bir gün müəllim dedi: "Bugün sizlərə sürprizim var." Uşaqların gözləri bərəldi. "Nə sürpriz?" dedi Aylin. "Şirniyyatdır," deyə Melinay dedi. "Şar var," dedi Musa. Müəllim gülərək dedi: "Xəzinə oyunu oynayacağıq." Hamı birdən "O nədir?" dedi. Onlara kiçik xəritə verildi. Musa, Melinay və Aylin üç eyni komandada idilər. Xəritədə yazılmışdı: "Qırmızı sürüşkənin yanına bax." Uşaqlar qaçmağa başladı. Musa biraz getmişdi ki, yıxıldı. Dodaqlarına büzdü. Aylin Musaya yaxınlaşıb dedi: "Qalx Musa, qalx. Biz qalib gəlməliyik." Melinay əlini uzatdı. "Gəl birlikdə gedək." Onlar əl-ələ tutub davam etdilər. Sürüşkənin yanında balaca sandıq tapdılar. Sandığı açdılar. İçində nə var idi? Renkli stikerlər, ulduzlar, kiçik konfetlər. Musa hoppandı, "Urra! Tapdıq, tapdıq!" Melinay güldü. "Biz komandayıq." Aylin dedi: "Gəlin konfetləri bölüşərək yeyək." O gün onlar çox oynadı, çox güldü və öyrəndilər ki, dostluq ən böyük xəzinədir. Kömək etmək çox gözəldir. Birlikdə olmaq daha əyləncəlidir. Və onların bağça günü xoşbəxt sonla bitdi.